Yeganə ana qucağı düşdü. Nə qədər böyüsən də, ora sığırsan. Qaqaş, bir daha olar səni. Ay, yer get bir daha. Köynəyini qəşək dəyişini. O birindən zibil iyi gəldi, da demədim özünə. Pozorajdan çəkirəm. Həsən, sən niyə burada oturmuşsan? Sən özün də bilirsən ki, mən atasından nasıl böyümüşəm. Rauf, biz deyir də, piyada getməsin, aparaq biz yola salaq. Bunu qazanmaq lazımdır, yerdən yığılmır bu. Yaxşı, verəcəm sənə uçmağa. Biri təkəlləri qaral. Bu keççi qaqaş var idi, görüşdüm onunla. Bunun kimilərdir də gedir orada burada oturur, şərəfdən, şirkdən danışır. Səndən doğma görə davar. Səndən doğma görə davar. Sən yoxsa pullu mən. Maşın sürə bilsənsən. Mən göstərmirəm ki, mexanikanı mələdirəm. Hə, bizdə də konçinin alqaşlar var ha. Gedirəm vicdanıma xadmə verməyə. Salam ver. Buyur, öyrəşmə lazımdır. Tərvin lazım idi bana, haradadır? Pərvin yoxdur. Nətər yoxdur, görəm oturub oradadır. Hə, deyirəm Pərvin yoxdur. Buyurun. Bacı, xalcinki götürməyə gəlmişəm. Səhv gəlmişsiniz, biz usta çağırmamışıq. Xanım, bura Knyazın evi deyil. Bura Knyazın evidir, amma biz usta çağırmamışıq axı. Bacı, nə usta? Dünyanın kafedə Knyazdan oturmuşduq, yeyib içmişik. Knyaz da qayıdıb deyib ki, xalcinik istəyən var, mən demişəm mən. 50 manat da pul vermişəm ona. Sənlə danışırsan, nə xaladenik satmaq, nə almaq? İcazə verirsən, içəri girək götürək uşaqlarla. İcazə vermirəm. Uşaqlarla gəlmişik, xalcinik götürək. Allah sənin də bəlanı versin, Knyazın da. Gözlə burada. Başa düşmədim, mən yazıq neyi nə demək? Götür bunu, çıx get buradan. Ay xanım, uşaqlarla gəlmişəm, bunun üstünə bir 20 qoy, uşaqların da pulunu verin. Mənə bax. Ya bu dəqiqə bunu götürüb rədd olub gedirsən, ya da onu da götürəcəm və polis çağıracam bura. Axmağım dedi. Bunların nəsillik ki, şərq xatadılar. Ay nənə, gözlə də, qurban olum. Gözlə də, hərəniz bir tərəfdən. Narahat olma qardaş, mən o tərəflə də danışdım. Yaxşı, ərzəni ricəyə götürdü. Hə, sağ ol. Sağ ol dedim. Yaxşı, sən gəldin. Ay, Şunu yüzünü atıb gəl. Gəl çıx da. Sənin barda dava eləyən vaxtında düşmüşük küçələrə. Nənə səhərdən telefonda özünü öldürür. Hadi, hadisədir də olur da, nə var? Ha, heç nə olmaz qardaş, problem deyil. Cavan uşaq da, kişinin başına iş gəlir, heç nə olmaz. Cavan uşaqdır. Arvadın ürəyi partlayır səhərdə. Nələ deyir? Hay can nənə. Hə, tapdım. Burada uşaqlarla iş qurulmuş. Telefonu qoyub qırağa. Hə, verirəm. Eşitdim. Narahat olmadı öyle. Hacan nənə. Abalam, sən hardasan? Uşaqlarla idim, o telefonum səslə düşüb görməmişəm zəngini. Şükür, səsini eşitdim, rahat oldum. Narahat olma, sən nə varsan, nətərsən? Başım asılsın, yığacam səni nənə. Yığacam qəşər rahat danışarıq, yaxşımı? Hə, yaxşı. Mütləq zəng elə, bir məsələ var. Onu səninlə danışmalıyam. Yaxşı nənə, baş üstə, yığacam səni. Yaxşı, öpürəm səni. Mən də səni. Bu şübhələnmədir. Yox, nədən şübhələnəcək? Sən də sağ ol, gəldin. Narahat olma qardaş, o da mənim balaca qardaşım. Gəlin burada nə dayanmışıq? Gəlin gəzə gedək. Əslində ixtiyar yaxşı oğlandır. Sadəcə bir dənə üzünə saçını əl gəzdirsə bəs eləyir. Hə, hər şeyini əl gəzdirdi bu həyatda, qaldı bir dənə ixtiyarın saç. Nə var, vaxt olur ki?
Ha, vaxt elə indi. Onsuz da bu günləri fırladıbsan, gəlməyibsən, düzdür işə. Sabah ucu mütləq işə çıxmaq lazımdır. Bir dəqiqə, nə iş? Qaqa, sağ deməmişəm. Sonra Yanında işləyir. Ha, gedək mənim bir dənə tanış bərbərim var da. Gedək onun yanına, bir dənə üzünə başına əl gəzdirsin. gedək, əmi, bax, amma pulunu bu səfər özüm verəcəm. Hər dəfə sən belə mənə xəcalət verirsən, neçə qırxırlar saçımızı? Ha, bir 50-60 manata qırxırlar, aha. 60 manat? Hə. 60 manata baş Maşın qırxırlar. burada qılın. Yadına deyil, ay Bəruz. Kətdə biz 3 manatı qırxdıq başımızı. Mən kətdə kəlliyə 60 manat versəm, bir il dayanmadan gələn mənim başımı qırsın. Özü də evdə gəlib qırsın. Ha, qonaq eləyirəm də, nə fərqi var? Yenə sən maaşdın səni. Yaxşı, maaşda verərsən. Gəl. Maaşım 50 manat keçir. Ha, gəl, maşında söhbət eləyərik, gəl. Yox, Maşınla sən. Keçir 50 manat. Maşında danışaq. Maşınla sən. Açığı biz... Afsə, maşınla döysən. Gəl, gəl otur qadın, gəl. Otur gedək, maşında danışaq. Hara gedir? Gəl. Sənin yol üstü düşürdəcəm, gəl, narahat ol. Siqaret çəksən maşını. Ha, çək, problem yox. Eşə maşın. Yox, ay ixtiyar, biz hara gedirik? Bu nə işdir qaqa? Məni hara düşsən, hara gedirsən? Sən evə aparıq da, hə mi? Nətər dəmi? Ay, sağ ol, bu başqa məsələ. Qəşək durur. Biraz sıxır elə bəyağımı. Sıxır? O bir razmer yekəsini götür da. Hə? Qardaş, bir dənə bir razmer yekəsini verərsin sana. Əmi, qadan qalım. Bir dənə də artıq şalvar götürsək olar. Hə, niyə olmur ki, götür. Mən burada hesabım var, cəbəl eləyir ondansa. Sən nə istəyirsən götür, axırda mən ödəyərəm. Yaxşı? Yaxşıyam. Sən Yaxşı, gedirəm mən, hə. götürsən? Hə, biraz işim var. Özə sabahdan da işdə ola, yaxşı, ta söz danışdıq. Yaxşı. Mənim gözüm Yaxşı. səni. Gözünə yaxşı bax, nə istəyirsən götür, mən özüm axırda ödəyəcəm. Oldu, Yaxşı? oldu. Yaxşı. Əmi, şey demədin, bu maaş nə qədərdir? Demədin axı mənə. Məndən elə pul söhbət eləyirsən. Yaxşı, danışarıq. Oldu, əmi, hələlik. Yaxşı, hələlik, sağ ol. Sağ ol. Qaqaş, bu bir dənə şey eləyək də, baxaq. İşte nətərsən evə. Sabir konum atsam gələ bilərsən, Həsən də buradadır, səni görmək istəyir. Hə, yaxşı qaqa, indi gəlirəm ora birazdan. Oldu, davay, orada görüşərik. Qardaş, bax bu... Raf, sən deyirəm ki, gəl evdə görüşək də, bizdə görüşək. Çöldə görən olar. Biz ümumiyyətlə niyə görüşürük Aydan? Necə yəni, niyə görüşürük? Sən qorxmursan ki, gedir ixtiyar Hər şey deyər Nərminə. Görüb də 5-3 manat basacam cibinə yumacaq ağzını da. Görüb deməklə deyil. Birdən sən o 5-3 manatı verənə qədər gedər hər şeyi deyər. Onda nə edəcəyik? Hı? Sən indi Nərmin fikirləşən olmusan Aydan, ağzımı açdırma da. Başa düşmədim. Bu nə danışıqdır ki? Elə danışırsan ki, elə bir mən sənin arxanca gəlmişəm, elə bir mən sənə o qədər dil tökmüşəm. Sən idin də bunları eləyən. İndi günahkar mən oluram. Aydan, zayatkam azdır. Telefon sənəcəkdir. Gəlim danışarıq. Rauf. Başa bilsən nə var? Heç gəlmə. Danışma da. Özüm gəlib danışaram. Hə, yaxşı, gəlib danışarsan, yaxşı. Gəlib danışaram. Yəni sənin vecibə deyil də, hə? Nə vecimə deyil? Niyə vecim olmalıdır ki? Ay, Nərmin gedib danışanda az qala Nərmin öldürürdü, nə? Sən Nərmin deyilsən də. Aydan, telefon sənin rüjada var. Gəlim danışarıq. Çox sağ ol. İxtiyar əmi, Hə. adama oxşamısan ha, maşallah. Köpəklə əvvəllər öpüşürdün bə. Yox, atam bərbərdən gələndə anam həmişə elə deyir. Hə, sən böyüklər deyən hər şeyə fikir vermə, sən boş-boş danışırlar. Hələ kukuruz ye. Ətərdir. İxtiyar əmi, Hacı. biz boşanmaq nədir? Onu hardan eşidirsən sən? Mama evdə danışanda xala ilə eşitmişdim. Nənəmdən də eşitmişdim. Nə deməkdir ki? Boşanmaq...
Bir şey ki sözün kökü boşdur da. Yəni Həsən boş sözdür, fikir vermə ona. Kruz ətərdir, kruzdan ye. Qəşəngdir. Əmin sayılə belə şey olmaz. Sən də ye. Mən görmən nə bu da, mən kurziyan yaşımdır. Adama nə deyirlər? Qəşəngdir abi, nə gülürsən ha? Qəşəngdir. Bir səviyyədir. Nərmin, Ayda, onlar bugün sizdə qalın. biz... Hə, keç... Nə olub? Atamla dava elədim. Başımı götürdüm, çıxdım, bilmədim hara gedim. Yaxşı elədin bura gəlməklə. Sən düşə aşağıda çay, kofe... Mən düşmək istəməm, o halda deyiləm. Qonağı yoxdursa keçə bilər. Yoxdur, keç, buyur. Xoş gəlmişsən. Yorulmadın sən, Həsən? Qəşəng sürüşdü. Cin kimi səni maşallah. Bunların başını bıraqa, o yekə var ha, çıx ora. Oradan fırlanırsan, görürsən yuxarı, deyə oradan qalx çıx ora. Həsən. Gəl, gedin. Biraz da oynayım da, papa. Həsən, indi get, gələrsən yenə oynayarıq, yaxşı? Özün də biraz möhkəm ol ha. Gəl səni öpüm. Görüşərik, hələ. Sən özün niyə darıxdırsan? Ata gəlib səni gələnlərdə götürəcək, yəni gəlib oynayarıq. İxtiyarı da çağırarıq. Karatəyə gəlirsən də elə? Yox, elə anam aparmayıb. Aparmayıb? Yox. Sağ ol, ata. Sağ ol, ixtiyar əmi. Başı xarab. Aparıb evin soyucusunu satıb. Mən istəmirəm, bu adamla yaşaya bilmirəm mən. Qorxuram, bu sabah məni də satar. Əslində Rauf mənə təklif eləmişdi, demişdi birlikdə qalaq nişana qədər, amma nə bilim. Xəbərim yox idi. Nədən? Həm nişanlanmaq istəməyinizdən, həm də bir evdə qalmaq planınızdan. Yəni, düşünmürdüm ki, ciddisiz. Hər halda ciddi Aydan. Nə bilim, elə düşünürdüm ki, siz bir-birinizə uyğun deyilsiniz. Yəni, sənin ciddi olacağını düşünmürdüm. Elə bilirdim, vaxt keçirdirsən. Ayda, mənim daha vaxt keçirən zamanım deyil də. Hə, başa düşdüm. Mən çaylarımızı təzəliyim. Mən də sən kömək eləyim. Yox, otur. Mən özüm eləyərəm. Ay mama, gündə nə qədər qız şəkili atırsan? Bu nə gündədir? Bildim, mən evlənməyimi istəyirsən, amma atdığın qızlar nəsə ürəyimə yatmır. Gəl belə eləyək, mən sənə bir dənə şəkil atım. Sən elə bil ondan götür, referans. Təzə söz öyrənmişim. Ona referans götür, bu nəsə o səpkidə bir şey olsun. Ona oxşayan bir qız. Onun şəkili olmalı idi. Mən Aydanın şəkili buna. Hə. Hop. Mama, bax buna yaxın bir şey olsa, elə ürəyimə yatar. Belə bir qız olsun. Konkret olmaq lazımdır, qardaş. Burada utanmalı nə var? Bununla mən yaşayacağım, mamam yaşamayacaq. Kerim, heç olmasa sən cavab ver. Aydan. Ay Fəqan. Evrənə nətər mesaj götürmüşəmsə, Aydan özü yazdı mənə. Əsni eləyib burada. Buna tez yazım. Səs at. Səsim batdı. Aydan xanım. Çox rəsmi oldu. Nə gülürsən? Nə gülüş, bu başın xarabdır. Bir şey fikirləş, təzə bir şey. Nəfə. Aydan xanım. Nədir? Aydan uşqa.
Danışıram mən. Aydan xanım, bilirsiniz elə indicə anamla sizdən danışın. Nə gic deyirsən, xəstəsənsə. Sağ olun Aydan xanım, siz nə tərsiz? Getdi. Şuna bax, nə yazır? Aydan. Aydan. Hə, gəldim. Qapı döyüldü. Ay qız, bu qonşunun uşağıdır. Gəlir hər dəfə döyür, qaçır. Fikir vermə, həmişə elə eləyir. Bu nəsə qonşu uşağına oxşamır ha. Getmir. Sənin nəsə qonağın var idi Aydan. Nəsə mane oldu. Ay qız, dəli, sən nə qonaq, heç kim gözləmirdim mən. Mane zadda olmadın, hər şey yaxşıdır. Bir də elə söz demə. Aydan, istəyirsən açaq et, çünki nəsə vacib bir şey olar. Hə, açıram dayan. 2 saatdır qapını döyürəm, aç da. Rauf? Neçə illik həyat yoldaşım özünü elə aparır ki, tanıya bilmirəm. Özünü elə aparır ki, ixtiyar, elə bil. Elə bil heç evli olmamış. Qaqa, görünür evli olmuşsunuz. Amma ailə olamamışsınız. Bakıya gələndən bu binalara baxıram. Axşamlar hamısının işığı yanır. Qazanları qaynayır. Bir yerdə oturub yemək yeyirlər, bir yerdə yaşayırlar. Amma hamısı ailə olamır. Qaqa, bir söz soruşum, belə pis başa düşmə. Sevib evlənmişdin? Bilmirəm, ixtiyar. Bilmirəm. İndi mən bu suala cavab verəməm. 20 yaşımda soruşsaydın, hə deyərdim. Amma indi heç də deyəməyərdim. Ailələr var, kişi xəyanət edir. Arvad da bilir. Amma o kişi evə pul gətirir deyə arvad gözün yumur. Özünü elə aparır, heç elə bil ki, belə şey yoxdur. Mən Aygünə xəyanət nədir? Mən heç bir dəfə gözümü qaldırıb başqa qadına baxmışamsa mən namussuzam. Bu da mənim o sadiqliyimin cəzası. Öz uşağımla saatla görüşürəm, ya. Bu xaraba dünyada gərək pulun olsun, qaqa. Pulun. Cındır olsan da pullu cındır olmalısan. Xəyanətkar olsan da pullu xəyanətkar olmalısan. Şərəfsiz olsan da pullu şərəfsiz olmalısan ki, insanlar sənin səhvlərinə göz yumsun. Yəni, valla. Qaşaqdır. Sən ola. Sən nə edirsən burada? Sürpriz! Mən Rafı çağırdım, dedim Nərmin çox pisdir. Atasından dava eləyib, gəl onun yanına, kef açılsın. Da, düz deyir. Mən də gəlmişəm görüm, mənim sevgilim neyiniyir? Çox sağ ol Aydan. Mən o qədər tələsik və fikirli çıxdım ki, yadımdan çıxdı. Dedim, yazaram Rauf. Yox, problem yoxdur. Aydan dedi. Amma sağ olsun Aydan çox diqqətlidir. Dəyməz. Çox diqqətlidir. Maşallah. Qaqa, putulkanı vurdum bunun başına, bu sərildi yerə. Başım qaldırıb kimi görsəm yaxşıdır. Kimi? Bu Nərmin istəyən oğlan nədir? Onunla Nərminin padruqası. Başım adım. Nə edirdilər ki?
Belə oturmuşlar qaqa. Prosta o nənəmin sözü olmasın, imanımı yandırmaq istəmirəm. Ya, çox yaxındılar. Bakı deyir ora ixtiyar. Bakı, hələ sən nələr görəsən, nələr. Qaqa, bu kənd şəhər söhbəti deyil axı. Bu mənlik, kişilik, xarakter söhbətidir. Bunlar nə qarmaq istəyir? Düz deyirsən ixtiyar. Düz deyirsən. Amma bunları axşam evdə danışarıq. Çünki mən icazə almışam uşağa görə ki, gedim işdən. Qayıdım işə dəyməliyəm. Hə. Mən nə qarım, mən gəzimdə burada biraz. Gəzimdə deyil, gedib kombini qoş. Hava soyuq, axşam qırılacaq soyuqda. Kombinədir, mən kombi bilirəm. Mənə odun peçidir, odun qırım, atım üstünə doldurum, yandırım. Kombi bilmirəm. Gəlib özün axşam getdim mən, qaçdım. Qaçdım ixtiyar. Hələlik, görüşərik. Get evə. İstəyirsən get video call elə, o video zəng elə. Yaxşı. Gəl də sən də. Bir dəqiqə, mən sevgilimlə baş-başa qalmaq istəyirəm. Məncə Aydan bağışlayar da bizə, hə? Bağışlayar? Əlbəttə, əlbəttə. Siz gedin istirahət eləyin, gəzin. Gələndə xəbər eləyərsən. Tamam, bu dəfə mütləq. Adaptörün üstündədir? Çox sağ ol Aydan. Sağ ol, Raf. Nənə, mənəm ixtiyar. Səsindən qurban olar nənə. Nə tərsən? Sağ ol, salamatçıqsan, nə qarsan? Bu nəsə demək istəyirdin mənə, nə söhbətdir? Hə, Hafizin qızı Gülnar var ha. O da Bakıya universitetə qəbul olub axı. Hə, Allah xeyir versin. sabaları gəlməlidir Bakıya. Avtovağzaldan uşağı götürmək lazımdır. Olmaz var, qohumumuz. Bax, onları aparmaq lazımdır. Bildim nənə, mən prosta sabahdan işə başlayıram axı. Ay maşallah, işə düzəlmisən. Nə yaxşı, Allah dualarımı Eşitdi, şükür sənə. Qadan qalaram. Elə sənin dualarınla mənə saxlayan. Prosta bu indi mən sabah işə başlayıram. Bu qızı nətər qarşılayım? Deyirəm ki, Bəhruzə deyək. Ay gedə. lazım olsaydı Bəhruza özüm zəng edib deyərdim də. Bəhruzun işi, gücü, ailəsi ilə məşğuldur. Zəhmət çək. Özün get götür. Eşitdin? Yaxşı nənə, yaxşı. Neçədə gəlir sabah? Səhər çıxacaq, 12 üçün Vağzalda olacaq. Mütləq orada olarsan. Nömrəvi də vermişəm onlara. Sənə zəng vuracaqlar. Oldu nənə, oldu. Baş üstə. Sabah gedib şey eləyərəm, həll eləyərəm. Narahat olma. Allah saxlasın səni balam. Allah sənin də köməyin olsun nənə. Şeydir, mənə zəng gəlir. Mən danışım sonra biz danışarıq. Yaxşımı görüm kimdir bu? Oldu nənə, oldu, davay. Bu cırdı özünü. Alo. Kimdir? Kim? Görsən baba, sən vaxtında dedim də gəl köç yaşamağına. Niyə qulaq asmırsan? Raf, özün bilirsən də. Hə, yenə də evlənmədən olmaz söhbəti. Yox, heç onu danışmışıq. Babalam, onsuz da biz nişanlı kimi bir şeyik. Mənim prosta bir-iki dənə işlərim var. Onları bir dənə yoluna qoyum. Bir-iki aya nişanlanırıq. Nə var ki burada? Bilirəm, sadəcə bilmirəm də Raf, tam qərar verməmişəm. Bəlkə özüm tək evə çıxaram. Bilmirəm. Gəl belə eləyək. Mənim evim genişdir, onsuz da bilirsən. Otaqların birində sən köç, ayrı-ayrıya, narahat olma. Həm də ki, evlənməmişdən qabaq eyni evdə qalmağın bir məşqini eləyərik də sənə. Necə fikirdir? Yaxşı yadıma düşdü. Aycan. Keçən dəfə maşında Aydan çox qəribə toxundu sənə. Qəribə gəldi. Aydan, hə, düz deyirsən. Mən də sənə deyəcəkdim onsuz da. Padroqon da deyə heç nə demirəm. Belə çox özünü səmimi aparır, yaxın hiss eləyir o. Bəlkə acılayacam o kimisə yanında ağlı gələcək başına. Sənə görə susmuşam. Yaxşı, əsəbləşmə, yəni belədirsə mən danışaram Aydanla. Yox, sən danışma, sən danışma. Mənim ona sərhəd qoymağım daha yaxşıdır. Həm də sən gəlib deyəcəksən, səhv başa düşəcək. Deyəcək, ay nə bu nə dəxlisiz qısqanclıq da eləyirsən zət. Tübəsə də aravız dəyməsin. Mən özüm əllə eləyəcəm, narahat olma. Yaxşı. Çox düşüncəlisiz Rauf bəy. O sizin gözəlliyinizdir Nərmin xanım. Olar öpüm sizi. Yox. Ha keçmiş şeydə. Nə oldu? Heç nə, çay iç.
Onu yeyəsən. Ala ye. Qaqa nətərsən? Nədir, nəyə çağırırsınız məmur? Qaqa, bir dənə məsələ var, vacib məsələ. Onu danışmaq üçün çağırmışıq səni. Nədir, indi qaydıb deyirsiniz ki, mənim orada gördüyüm məsələ mənim bildiyim kimi deyil? Yox. Sənin orada gördüyün məsələ sənin bildiyin kimidir. Hətta deyərdim, bildiyindən də irəli getmişik Raufla. Siz nə mənəviyyatsız, nə arsız adamlarsınız. Allah bilir, Nərmin də bilir bu söhbəti. Yox, o bilmir. Qaqa, Allah haqqı mən də bilmirəm. Bura gəl. Mənim sənə bir təklifim var. Sən mənə nə təklifin ola bilər ki? Deməli, sən Raufla məni gördüyünü Nərminə demirsən, mən də sizin aranızı düzəldirəm. Necə təklifdir?